Mənə bax, hər dəfə pis gün gördüksə ona da şükür elə. İlahi çox şükür. Məsləhətə şükür. Əsəbdən deyə buram ağrıyor. Buram Elə heç söz demə, salamat durmayayım. Bu nə danışıqlardır? Elə sözlər demə, Allah ağır gedir. Dilsinmişəm. Hər səhər yuxudan duranda deyən, ilahi çox şükür, durdum ayağa, valideynlərim yanımda, əlim, ayağım, qolum, qıçam yanımda, sap sağlamam, Arzu xəstə görməmişsən Arzu. Qolsuz, ayaqsız insanlar görmür, elə eləmə. Allah haqqı bacı, günahdır. Sən istəsən dürbündə daşı çevirərsən, əlinin qolun qıçan olmasa eləyə bilərsən, yox. Hər gün şükür. Nasıl olsun ki, onda nə var ki, 2 dəfə denir? Hə? Deyim, mən qoşqam budur, bunu tüyün. Ay şeydir, nədir onun adı? Niyə? Mən indi evladım qalsaydı, mən evlada da baxardım. İndi bəlkə də mən uşağım gəzmişdi də, yetişmişdi də, nə bilim, 1 yaşı olmuşdu. Nə qisməti oynuyorsun? Qoymadılar, imkan vermədilər. Qismətdir. Nə olsa denə ilahi məsləhətinə şükür. Çox şükür. Bilirəm, mən asaddır demə, amma həmişə şükür elə. Arzu, Allah haqqı. Allah min əvəzini verəcək. Əsəbdən boynum, boğazım qaşınır. Boş şeyə əsəbləşirsən. Allah, belə baxarım boş şey. Amma çox qıcıqlanırsan, çox əsəbləşir, qışqırırsan, bağırırsan. Elə bilirsən, qışqırıb bağıranda nəsə əldə edirsən, yox. Xoş danış, gül, gör millət bura necə yığılacaq. Hamının da mesajını oxu. Cəmat burada yazır, əlini görür. Cəmat üçünlərim, gəl mahnı oxuyuram, gəl oynayıram, gəl. Amma oxuyanda, gəlirlər, peçatlı da bunlar gedir. Deyirsən, dostlara tıklayın. Sən dostların mesajına baxmırsan, tık istəyirsən. Az oxudana hamısını oxu. Mən, ay Arzu, mesajları oxuyuram öz yayınımda. Birdən çaşıb, arada olur da, indi söz nə olacaq, kül başına gəlir. Ondan artıq mən pis söz deməzdim. Deyirəm, ay bacı, mən niyə onu deyirsən? Ona qədər oxuyuram ki, o adam əziyyət çəkir ya. Sonra deyir, bacı, sən Allah bağışla. O mənada demək istəmədim. Sən mesajları oxumursan. Belə baxırsan, cavab vermirsən, birinə verirsən, ona verir. O da deyir, mən əziyyət çəkir, yazıram, məndən tık istəyir. Əgər yoxunda yox, xeyir olan mesajımı oxumursan, tıklamaq istəyirsən. Anne, mahnı qoymuram, nə həm? Tık nədir? Deyirəm, dəstək ol, bax. Nə, dəstək ol, deyil, gül, söhbət elə, həyatlı danış. Dəstək istəyirəm, ay gözəl insan, məni sevənlər, mən demirəm mən sevməyənəm, məni sevənlər, xahiş edirəm, Allah üçün, Allah rızası üçün dəstək olun. Dünən mən necə qorxmuşam onu bir ala. Allah qorxudan mən xərçəng xəstəliyinə tapsam, onu da mən sizdən nə qədəm yıxsam da ömrü o məndə qalacaqdı. Yazığam da. Mən dünən necə qorxdum onu bir Allah bildi. Burada Nöqtə xanım var. Deyir Arzu, deyir, ayaq yoluna nətər gedəsən? Dedim, nətər gedəcəm? Qarımda saxlayacam, səhər gedəcəm. Mən dünən necə qorxdum bu canlıda? Heç bir yox idi. Az bəlkə biri gəlib səni qaçırtmağa, almağa gəlib. Nə olur? Qaçırtmaq, maçırtmaq söhbəti yox deyil. O da bezimdə kişilərdən irgənəm da. Kişi adı gələndə irgənəm. De, İstəyən var deyə qapıma dünən elçi gəliblər. Xəbəriniz var? Oradan. Allah'ın olsun. Harda oğlan da bərk gedən yerdə işləyir. Eyni yaşdayıq. Amma mənə lazım deyil. Subay oğlan deyil. İstəmirəm. Mən ta kişidən irgənmişəm, diksinmişəm. Qıraqdan baxan deyəcək, yəqin 100 dənə kişisi olub kişidən irəlir. Kişidən də irəlirsən. Birinə görə hamısı silirsən. Allah kişilərimizə deməsin, həyat yoldaşlarımıza. 2 dəfə evli olmuşam, bir dəfə də nişanlı olmuşam da hansınla gətirdi? Hansınla gətirdi? Bundan gətirməklə nə günah var? Ay, mən gördüm, birin oduna hamısı gedir. Mən üçün hamısıdır, eynidir. Eyni təbəqədə. Mən çünki bəxtimə çıxanlar, yaxşı insan görməmişəm. Deyib, səndə varsa bir mən yiyim, mən oturum, elə bir kişi mənəm, arvad budur. Arvadı mən alıb gətirirəm. Allah yaxşı kişilərə deməsin. De, mən yeməm budur. Sərdən açılanın 3 dənə kofe içmişəm. Arzu, düzəməli yemək. Elə kofe verdinə, dur yeməyə zada ver, otur, düzgün qidalan. Sən elə bir zarafat eləməklə mədək tutmaq. Çevir xanım, xoş gəlmişsən ana yeri. Allah versin öz mingət çevirimə. Öz yerimə. Allah versin. Bərdə cəmatından da ciddisin. Az elədim, az bərdə Bərdədən almaz deyil. Elə çevirdən alardı.
Az elə demə. Mənim öz Mingəçevirim, öz doğduğum yerdə o gün o bir bu biri səhifədən açılan bütün Mingəçevirlər mənə dəstək olur. Bütün hələ mən orada o gün kimi dedi kartı nəyə görə qoymuşsan Mingəçevir. Dedim ki də kim istəsə ürəyə dəstək ola bilər. Dəstək olsun. O gün kimsə mənə pul atmışdı. Allah kömək olsun. Getdim. Çox sağ ol Mingəçevirli xanım. Necəsən? Təşəkkür edirəm. Görsən, bu da bir 3 saat bərdəllərdən mən xeyir görməmişəm. Nə qoyub nə danışırsan. Ay Arzu elə demə. Arzu mən çıxıram Azərbaycan bütün bölgəsinə qurban olum. Elə demə qız. Bərdədə yaşayıb Bərdəyə bəyənmir. Mən baxım.